Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Xoş gördük sizləri, əziz həmvətənlər. Vaxt keçdi, zaman ötüşdü, sizinlə görüş vaxtımız yenidən gəlib çatdı. Bəli, yenə də həftənin şənbə günü sizlərin görüşünə gəldik. Mən Ayxan Və mən Hilal, musiqinin tək ünvanı MTV telekanalından sizlərə xoş əhval-ruhiyyə arzu edirik. bir-birindən istedadlı uşaqların çıxışlarını sizlərə təqdim etməyə gəldik. Və bundan əvvəl bizim aparıcımız, gözəl rejissor, gözəl aktyor Elşad əmini səhnəyə dəvət etmək istəyirik. Elşad əmi, Elşad əmi, Elşad əmi, Elşad əmi, Elşad əmi. Sözü var, hürmeti var, ülkelerin arasında. Elşad əmi, Elşad əmi. Salamlayıram sizi, hər birinizi. Bax bu gözəl şənbə günündə xoş gördük. Baxım görüm necəs, alqışlarınızdan bilinəcəm. Biləcəm, görüm necəs. Görün bu tərəf yaxşı alqışlı, yoxsa o tərəf. Baxım. Yox, bu tərəf daha güclüdür. Bu tərəf daha güclüdür. Baxım sizə. Bura baxın. Bura güclüdür. İcazə verirsə burada əyləşim. Bura çox rahat deyirlər, birinci yerin. Bura birinci yerindir. Bura birinci yerindir. Bizim Okumuş Mobilya Əhməd Əcəbli ünvanında yerləşir. Edel Mebel Mərkəzinin binasında Okumuş Mobilyadan göndəriblər. Bax, birinci yer burada əyləşəcək, Qızılı Tacla. İkinci, üçüncü yer burada əyləşəcək. Bugün çox maraqlı bir veriliş olacaq. Artıq bu şənbə günündə 40 iştirakçı ilə davam edirik. 10 iştirakçı layihəni tərk elədi və bu gündə 15 nəfər dueldə olacaq və 5 nəfər qalıb 10 nəfər yenə tərk edəcək. Gələn həftənin şənbə günündə sizlərin sayı burada olacaq 30 nəfər. 10 nəfər də tərk edəcək. Hər bir uşağa uğurlar arzu edirəm. Ekran qarşısında hal-hazırda bizi izləyən bütün tamaşaçıları bir daha salamlayıram. Aha, səs vermənin nəticələri dəyişib. Dəyişib, nə dəyişib? Oradan bir dənə mənim o ən istədiyim an varı. Ürək döyüntüsü. Ürək döyüntüsü. Aha, birinci yer günün lideri. Birinci yer günün lideri. 1425 səslə. 1425 səslə kim? Suel Salmanlı. Suel Salmanlı'nı ürəkdən alqışlayaq. 1425 səslə Suel Salmanlı. Xoş gəlmişsən qızım. 1425 səslə Suel Salmanlı bugünün lideridir və bu kürsüdə əyləşir Suel Salmanlı. Bu qızılı kürsüdə Marilyn Monroe'nun kreslosu. Əyləş Suel, təbrik edirik. Birazdan sənə söz verəcəm. İkinci kimdir? Bugünün ikincisi. Bizim çox şirin şəkər balamız, gözəllər gözəli. Bax, bu tacı bir dənə. Alisa Orucova 1343 xalla. 1343 xalla. Alisa, necəsən? Ay gözəl. Alisa'nın bugün hədiyyəsi də var. Doğrudan. Yaxşıyam. Alisa, sənin neçə yaşın var? 3. 3 yaşın var. Ayxan sənə hədiyyə gətirib ki. Maşallah. Alisa da əyləşsin burada. Hilal kömək elə. Əyləşsin, davam edir. Alisanı alqışlayaq ürəkdən. Üçüncü yerin sahibi 1265 səslə Alisa Orucovanın yanında əyləşəcək Marilyn Monroe kreslosunda kimdir? Amalia Məlikovanı dəvət eləyək. Amalia Məlikovanı alqışlayaq. Amalia Məlikova
2 həftə günün lideri oldu. Amalya, niyə belə zəiflədin? Mikrofon zəhmət olmasa. Bilmirəm. Bilmir. Ona görə səslərə diqqət yetirmək lazımdır. Pis deyil. 3-cü yerdə də əyləşmək, həmin bu kürsüdə əyləşmək pis deyil. Birazdan söz verəcəm. Amalya, buyur, əyləş. Alisa'nın yanında Amalya əyləşəcək. Bu 3 nəfərin bugün sözü olacaq. Nə sözü? Suel Salmanlı dueldə olan 15 iştirakçıdan birini xilas edəcək. Suel Salmanlı mikrofonu götürüb dueldə olan 15 iştirakçıdan birini xilas edəcək. Alisa Orucova və Amalya Məlikova dueldə olan iştirakçılardan hərəsi bir nəfəri təhlükəli zonada olan iştirakçı ilə əvəzləyəcək. Təhlükəli zonada olan iştirakçılar kimlərdir? Adlarını açıqlayacağım. Amma əvvəlcə bugünün toxunulmazları kimlərdir? Bir-bir adlarını çəkirəm. 722 səslə Səmra Qənizadə, ürəkdən alqışlayaq. Səmra Qənizadə günün toxunulmazıdır. İkinci günün toxunulmazı Nigar Manafova 625 səslə. Üçüncü Nərgiz Şıxverdiyeva, ürəkdən alqışlayaq. Dördüncü toxunulmaz Ömər Qənizadə, ürəkdən alqışlayaq Öməri də. Beşinci toxunulmaz iştirakçımız Raul Yolçuyev, ürəkdən alqışlayaq. Altıncı toxunulmaz iştirakçımız Məhsəti Əl-Musayeva, ürəkdən alqışlayaq Məhsətini. Və toxunulmazın sonuncu iştirakçısı Ayxan Babazadə, 442 səslə. Ayxan da toxunulmazdır. Onlar da öz ulduz səslərini dueldə olanlara verəcəklər. 1, 3, 5 və gəldik çatdıq. Aha, mübarizə aparanlara. Mübarizə aparanları da duelə dəvət eləyə bilməzsiniz. Mübarizə aparanlarda kimlərdir? Ayam Məmmədli, 430 səslə Ayam Məmmədli, təbrik edirəm. Hüseyin Ramazanlı, mübarizə aparanlardadır, təbrik edirəm. Babək Mahmudzadə, təbrik edirəm, mübarizə aparanlardadır. İbadət Şirinli, mübarizə aparanlardadır, təbrik edirəm. Nur Göyüşlü, Yusif İbrahimli, Camal Əl-Musayev, Fatimə Yusifova və sonda mübarizə aparanlarda təhlükəli zonadan deyil, dueldən birbaşa mübarizə aparanlara gələn Validə Bəşirova heç kim duelə dəvət eləyə bilməz. Qorxulu zonada olan iştirakçılar, siz hər an, hər dəqiqə, hər saniyə 5 iştirakçıdır. Duelə düşmə ehtimalınız var. Təbii ki, ona qərar verəcək Alisa və Amalya. 5 iştirakçı kimlərdir? Zöhrab Zeynalzadə, qorxulu zonada olan iştirakçısan. Tunar Yusifov, sən də qorxulu zonadasan. Kövsər Şəmidzadə, hanı Kövsər, buradasan, qorxulu zonadasan. Leyla Nərimanlı, qorxulu zonadasan və İnci Quliyeva. İndi isə 15 iştirakçı, dueldə olanlar. Adlarını bir-bir açıqlayıram, kimlər dueldədir? Onur Davudov, Selin Qasımlı, Ataş Hüseyin Əliyev, dueldəsən. Dilbər Abdinova, dueldəsən. Nilay Mehrəli, dueldədir. Məhərrəm Əzizli, dueldən çıxdın, qalib kimindir duelə düşdün? Həyatdır, hər şey olur. Fərid Babayev, dueldəsən. Ayan Bayramzadə, dueldədir. Əsma Abdullazadə dueldədir. Əkbər Mütəllibov, bir rəssamımız var, o da dueldədir. Nihad və Nilay Məmmədli, bacı qardaşlar, dueldədir. Tuana Nuriyeva dueldədir. Banu və Mirvari, hər ikiniz dueldəsiz. Bu 15 iştirakçıdan bir nəfəri Suel Salmanlı xilas edəcək. 2 iştirakçını o da xilas eləmək deməkdir. Alisa və Amalya Məlikova yerini dəyişə də bilər və yaxud da deyə bilər ki, heç dəyişmir, qalsınlar dueldə. Niyə təhlükəli zonanın mən uşağını salım duelə? Öz fikirlərdir, mən qarışmıram. Amma əvvəlcə istərdim ki, bir mahnı eşidək. Mahnı. Kimi dəvət eləyərdim? Təhlükəli zonada olan bizim hərbi geyimdə Zöhrabı dəvət eləmək istərdim. Gəlsin yanıma alqışlayaq. Zöhrab Zeynalzadə. Xoş gəlmişsən Zöhrab. Hərbi geyimdəsən, inşallah gələcəyin əskərisən, vətənə xidmətə yollanacaqsan. Necəsən? Yaxşıyam. Zöhrab, neçə yaşın var? 9. 9. Ay maşallah. Amma Zöhrab 9 yaş olmağına baxmayaraq onun çıxışlarını izləmişsiniz. Çox gözəl oxuyur. Hə Hüseyin?
Qəşəng oxuyur. Bəli, Hüseyn də təsdiqlətsə, deməli, bir 100 nəfər səni təsdiqlədi, o deməkdir. Bugün nə mahnısı hazırlamısan? Əskərlər. Əskərlər mahnısı və bildiyimə görə rəqs qrupu olmalıdır. Bəli. Nədir adı rəqs qrupun? Elsəvər rəqs qrupu. Elsəvər rəqs qrupunu da zəhmət olmasa dəvət eləyək və Zöhrab Zeynalzadəni alqışlayaq, çıxışına baxaq. Yüzünde kara kaçıp sütü bizim kartalar sessizlik içen gibi çökür bütün etrafa düşmenin gözünü koy büyüsün korkular çünkü çıkır meydana bizim oğullar gökyüzünde kara kaçıp sütü bizim kartalar sessizlik içen gibi çökür bütün etrafa düşmenin gözünü koy büyüsün korkular çünkü çıkır meydana bizim oğullar Eskerler, eskerler, ileri eskerler Bütün yollar açık olsun size eskerler Derebe haberini eşittik bizi Allah Dalgalar karamız, kara bakışıyorlar Eskerler, eskerler, ileri eskerler Bütün yollar açık olsun size eskerler Derebe haberini eşittik bizi Allah Dalgalar karamız, kara bakışıyorlar Bravo! Zöhrab Zeynalzadə. Möhtəşəm çıxış idi. Möhtəşəm çıxış idi. Uşaqlara bir-bir təqdim edək, adlarını özlərini təqdim eləsinlər. İbadov Ramal, İsmətov. Təngi nəfəs oldu. Bayramzadə Rəsul. Bayramzadə Rəsul. Sən bizim rəssam Əkbərin qardaşıdırsan. Sən nəsən? Saçınız eynidir, onu öyle deyirəm. Oxşayırsınız. Sən məni kimi deyəsən yiyibsən, sən təngi nəfəs oldun, verdin buna 10 dəqiqəni bu çıxış elədi orada. Ha? Alqışlayaq hər ikisini, doğrudan da istəyədə atdı uşaqlar. Bunlar Zöhrab, super. Amma təhlükəli zonadasan, qorxulu zonadasan. İnanıram yəqin duelə çağırmazlar səni, amma onların mən fikrinə qarışa bilmərəm. Uşaqlar minnətdarıq, alqışlayaq bir daha. Buyur. Mən Kübarə müəllimə başda olmaqla Elsəvər rəqs qrupuna təşəkkür edirəm. 86 nömrəli məktəbin tam orta məktəbin 4B sinifində olan müəllimlərimə və Seyidxan müəllimə və uşaqlardan dəstək gözləyirəm. Aha, inşallah, inşallah. Alqışlayaq. Zöhrab Zeynalzadəni alqışlayaq. Davam edirik. Zöhrab Zeynalzadə möhtəşəm çıxış elədi. Azərbaycan mahnısı idi. Çox xoşuma gəldi. Suel, gəl yanıma, birinci yerin sahibisən. Gəl yanıma. Suel bir özünü bir dənə də təqdim eləsin hamıya. Suel Salmanlı, neçə yaşı var? 5. Suel Salmanlı'nın 5 yaşı var. Suel, səni birinci elədilər. Bu şənbə günü, günün birincisisən. Ən çox səs kim göndərdi? Ana. Ana, alqışlar bütün valideynləri. Allah can sağlığı versin burada eləşən hər bir uşağın valideyninə. Oradan da uşaqların üzərlərində və nənələrini mən xüsusilə öpürəm, bağrıma basıram. O uşaqların üzərində nənələri daha çox əsir. Məsəl üçün, Alisanın nənəsi. Günün 24 saatının 25 saat 50 dəqiqəsini mənimlə telefon xəttində danışır ki, bax belə olsun, bunu çıxış eləyəcək, Alice burada bunu eləyəcək, mən Allah can sağlığı versin, var olsun. Alisa, sən fəxr elə, o cür nənə var. Çox sən nənəni? Nənəni çox istəyir də. Sonra bir dənə sənin musiqi sədaları altında, baxaq bir dənə çıxışına baxaq. Suel Salmanlı günün lideridir və bir nəfəri xilas eləyəcək. SMS kodunu ekranda görürsünüz və Suel Salmanlı bu yarışmaya model kimi qoşulub baxaq. Suel Salmanlını elə bura çağırmışkən çox istəyərdim ki,
Aha, dueldə olan kimi xilas eləyəcəksə, həmin insanın adını çəksin. Dueldə olan iştirakçılar kimlərdir, Suel? Mən bir-bir deyirəm. Onur, Selin, Ataş, dueldə olanlar ancaq. Dilbər, Nilay, Məhərrəm, Fərid Babayev, dur ayağa. Ayan, Bayramzadə, Əsma, Əkbər, Nihad Nilay, Tuana, Banu, Mirvari. Həssas anlardır. Hə, qərar sənindir, Suel. Bir nəfərə yaxınlaş. Aha, yenə də Mirvari. Mirvari Hacıyeva. İkinci həftədir ki, Mirvari Hacıyevanı bəli, birinci yer keçən həftədə, bu həftədə birinci yer yəqin balacadırlar, ona görə də bir-birlərini başa düşürlər. Da məni gəlib xilas eləməyəcək ki, bu yaşında. Suel, Mirvari, Suel səni xilas elədi dueldən. Sözün var? Çox sağ olsun. Adı Suel'dir. Suya çox sağ olsun. Mən onu çox sevdim. Hər ikinizi öpüm. Alqışlayaq, Suel Salmanlı, Mirvari Hacıyevanı xilas elədi. Suel əyləş. Aha, gözəllər gözəli Alisa Orucova. Gəl, Alisa, gəl yanıma. Alisa, bax uşaqlara. Bax uşaqlara. Bax, bunlardan bir nəfəri. Durun ayağa, dueldə olanlar. Yox, Mirvar, sən durma. Bax, 1, 2, 3, 4, 5, 6. Bunlardan hansını yerini dəyişmək istəyirsən? Bir yerdə yaxınlaşaq. Bax, bir o xanımdır, bax ora, ayaq üstə duran. Bax, bir də bunlar. Hansını istəyirsən yaxınlaş, xilas elə başqa adamı çağır. Yaxınlaşaq. Kimi istəyirsən yaxınlaşaq. Görüm kimə yaxınlaşacaqsan. Aha, Dilbər Abdinovaya. Dilbər Abdinovanın yerini dəyişir. Alisa Orucova. Kimlə? Zöhrab, dur ayağa. Qorxulu zonanın iştirakçıları. Tunar, zəhmət olmasa. Kövsər, Leyla, bir də İnci. Alisa, Dilbəri xilas elədin. Onun yerinə kimi dəvət edirsən? Bax, 1, 2, bura bax, Alisa bura bax, 2, 3, 4, aha, yaxınlaşaq, bir nəfər göstər. Sevinir, duelə düşüb sevinir. Duelə dəvət edir, gəl. Duelə dəvət elədi, hara sevinirsən? Səhv başa düşüb, Deməli, Dilbəri xilas elədi, Tunar nə sevinirsən? Tunar, səni duelə dəvət elədi, Alisa. Sən duelə düşdün. Tunar, Yusifov, Dilbər, əyləş, bəxtin gətirdi sənin də. Leyla, əyləş. Əyləş, Tunar, dueldəsən. Amaliyada bir nəfərin yerini dəyişəcək, amma Alisa, getmə, Alisa'nın rəqsi var. Alisa'nın rəqsindən sonra söz Amaliya Məlikovanındır. Gəlsin, Alisa Orucovanın rəqsi gəlsin.
günün, şənbə gününün ikincisi Alisa Orucova gözəl rəqsi ilə sizlərin qarşısındaydı. Babək Mahmudzadəni alqışlayaq, dəvət edeyim yanıma. Babəki ürəkdən alqışlayın. Bizim bu yaraşıqlı balamız Babək Mahmudzadə. Babək də bu yarışmada doğrudan da səs nəticələrinə görə öndə olan iştirakçılardan biridir. Model kimi, Ayxan, model kimi bu yarışmaya qatılıb. Babək, nətərsən? Neçə yaşın var? 7 yaş var. Neçənci sinifdə oxuyursan? 1-ci sinifdə. Hansı məktəb? 133 nömrəli məktəbin 1-ci sinif şagirdi Babək Mahmudzadə bu yarışmada model kimi iştirak edir. SMS kodunu ekranda görürsünüz, dəstək ola bilərsiniz. Bütün iştirakçılara hər birinə ekranda SMS kodlarını görürsünüz. Azərbaycan abunəçiləri dəstək ola bilərlər. 8701-ə səs göndərməklə 1 səs, 8710-a səs göndərməklə 10 səs, 8720-yə səs göndərməklə 20 səs aktivinə yazdıra bilərsiniz. Musiqi sədaları altında Babək Mahmudzadəni alqışlayaq. Babək Mahmudzadə bizim şirin şəkər balamızı gördünüz. SMS kodunu da bilirsiniz. Babək də finala qədər gedib çıxan iştirakçılardan olmaq istəyirsən, hə Babək? Bəli. Qalib olmaq istəyirsən, hə? Bəli. Burada özüvə kimi görsən rəqib? Kimi rəqib görsən özüvə? Əlindən göstər. Kimdir o? Zöhrab. Zöhrab Zeynalzadəni özünə rəqib gördü. Babək Mahmudzadə. Alqışlaq Babəki, əyləşsin. Babək buyur. Amalya Məlikova. Alqışlayaq, dəvət eləyək yanımıza. Bu şənbə gününün üçüncüsü. 1265 səslə şənbə günün üçüncüsü oldu. Amalya Məlikova. Amalyanın ixtiyarı var ki, hələ ora gedib gəlməmişdən qabaq. SMS kodunu ekranda görürsünüz. Model kimi bu yarışmaya qatılıb Amalya Məlikova və iddialı iştirakçıdır. 2 həftədir bizdə liderlik kürsüsündə əyləşir. Bugün üçüncüdür. Amalya Məlikova, oradadır. Amalya Məlikova, Ayan, Fərid, Əkbər, Məhərrəm, Ataş, Banu bu iştirakçılardan birini xilas eləyib, qorxulu zonada əyləşən həmin o iştirakçı ilə əvəzləyə bilər. Və yaxud da deyə bilərsiniz ki, Elşad əmi, mən istəmirəm, keçib otururam yerimdə, dueldə qalan dueldə qalsın, qorxulu, təhlükəli zonada olanlar təhlükəli zonada. Sənin seçimindir. Buyur. Can. Aha, Əkbər Mütəllibov. Əkbər Mütəllibovu xilas elədi Amalya Məlikova. Çox maraqlı bir seçim. Heç mənim ağlımın ucundan da keçməzdi ki, Əkbəri xilas eləsin. Əkbəri xilas elədi, əyləş. Bəxti gətirdi Əkbərin də. Təhlükəli zona, qorxulu zonada olanlar qalxın ayağa. Qorxulu zonada olanlar qalxın ayağa. Leyla Nərmanlı, kimi salacaqsan duelə? Tez. Aha, Kövsər Şəmizadə. Əkbər Mütəllibov xilas olundu. Yerinə Amalya Məlikova tərəfindən Kövsər Şəmizadə dueldə. Artıq ekranda görə bilərsiniz, Kövsər duelə dəvət olundu. Əyləş, Kövsər əyləş. Amalya Məlikovanın musiqi sədaları altında izləyirik model kimi bu yarışmaya qatılan Amalya Məlikova. Rəqs eləyəcəkdin. I just woke up from a dream where you and I had to say goodbye. And I don't know what it all means, but since I survived, I realized wherever you go, that's where I'll follow. Nobody's promised tomorrow, so I'ma love you every night like it's the last night, like it's the last night. If the world was ending
Amalia Məlikova, Fərid Babayev tərəfindən tazlandırıldı. Amalia Məlikova bu günün, şənbə gününün üçüncüsüdür. Gözəl rəqs elədin. Fatimə Yusifova, alqışlayaq Fatimə Yusifovanı. Fatimə Yusifova yaxşıdır ki, mübarizə aparanlar komandasında bir tər yer aldın. Yoxsa o qorxulu zonada Zöhrab Zeynalzadənin keçirtdiyi o həyəcanı mən heç kimi arzulamıram. Hər an Leylanı demirəm. Leyla öldürdü məni burada. Hər iştirakçıya belə eləyirdi. Nə tərsən Fatimə? Yaxşıyam. Fatimə, hansı məktəb idi? Yadımdan çıxın məktəb. 226 nömrə tam orta məktəb. 226 sayılı tam orta məktəbin bütün müəllim kollektivini, şagirdləri, hər bir kəsi salamlayırıq. Fatimə oranın şagirdidir. O da salamlayır sizi. Məktəbdə maşallah nə qədər şagird, nə qədər valideyn, müəllimələr. Hamısı yəqin ki, Fatiməni izləyəcəklər və inanıram ki, bu gözəl balamızın istedadına görə ekranda SMS kodunu görürsünüz. Dəstək olacaqsınız. Fatimə istəyir biraz da irəliləsin. Toxunulmazlar da. Bax, su eləyin. Alisanın, Amaliyanın əyləşdi, bu kürsüdə əyləşsin. Elə deyil? Bəli. Fatimə Yusifovanın gözəl bir rəqsini izləyəcəyik. Alqışlayaq. Bravo! Fatimə Yusifova başın gicəlləndi. Olur. Havada bu aralar, mənim balam, radiasiya var. Bu aralar o deyir, o vaxtı deyir. Nəysə, sonra danışaram. Ha? Elə şeyləri Tunar yaxşı bilir. Arada patoloka mismazad vurur. Ha. Kimlərdən səs gözləyirsən? Nə böyük sual verdin. Kimlərdən səs gözləyirsən? Təbii ki, bütün ailəmdən, bütün qohumlarımdan, bütün ailəmdən səs gözləyirəm. Və bu arada mən bu İspan rəqsi eləməyin məqsədim bu idi ki, bütün hər yerdə mənə dedilər ki, sən İspan rəqsini, mən son zəngilərdə İspan rəqsini eləmişdim. Dedilər ki, İspan rəqsini gözəl eləyirsən, get MTV kanalında Azərbaycan İstedad Festivalında da elə, öz məharətini göstər və mən də elədim. Bəli, düzgün ünvana gəlmişsən MTV kanalında. Azərbaycan İstedad Festivalı təbii ki, mənim təqdimatımda. Bütün istedadlı uşaqları Azərbaycanda nümayiş etdirəcəm. Bundan sonraki layihəmdə ola bilsin ki, 600 nəfər uşaq oldu. O birisi layihədə ola bilsin ki, 1500 nəfər. Get-gedə artır. Bütün Azərbaycanda nə qədər istedadlı uşaqlar var, efirə çıxardıb nümayiş etdirəcəm. Camal Əl-Musayev bizim iştirakçımızdır. Çox gözəl insandır, qanacaqlı, qabiliyyətli. Qalx ayağa qoy bütün Azərbaycan səni görsün. Baxın. Keçən həftə də gəlməmişdi. Zəng vurdu mənə ki, gələ bilmirəm. Qastrol səfərində idi Nigeriyada. Gedmişdi ora tədbirə, konsertdə aparıcı idi. Elza Seyidcanın konserti idi, hə? Zarafat edirəm, əyləş. Hə, kimlər gəlsin? Ömər Qənizadəni dəvət eləyək, alqışlarınızla. Ömər Qənizadə, bizim Ömər Qənizadənin çox maraqlı səhnə duruşu, danışığı,
həm də səhnəyə yavaşan bir xarici görünüşü var. Məsələn, indi baxan adam mənə baxsın, yoxsa Ömərə, əlbəttə ki, Ömərə. Mənə nəyimə baxsın, səhv deyirəm sənə. Ömərə baxmaq lazımdır da, Allah köməyin olsun. Sən də nə deyirsən, avtomatik cavab verirsən. Hə, Ömər nətərsən? Yaxşıyam, sağ olun. Hə, Ömər Qənizadədir. Ömər, neçə yaşın var idi? 12. 12 yaşı var. 13. Hə, 13 yaşı var. Yaşın da. Salamatçılıqdır, Fərid. Hə. Nə axtarırdın orada? Ömər, 2 həftədir sənin çıxışını görürük burada. Çox maraqlı ifası. Burada mahnılar oxuyursan. Təşəkkür edirəm. Bu gün də nə mahnısı oxuyacaqsan? Bugün də Sevil, Sevinç bacılar, sonra kim idi? Sevil, Sevinç bacılar. Üçüncü yoxdur. 2 nəfərdir onlar. Sevil və Sevinç. Sevinç. Biri də var idi. Biri yox idi. Yo. Yo, şey oxuyacağam da. Aha. Vurulmuşam bir Allahın bəlasına. Hə, Nurlan Təhməzli. Hə, Nurlan Təhməzli. Nurlan Təhməzli. Hər üçünü salamlayırıq, dostlarımızdır. Ömər Qənizadəni ürəkdən alqışlayaq və ifası gəlsin. SMS kodunu ekranda görürsünüz. Dəstək ola bilərsiniz. Ömər də istedadlı iştirakçılardan biridir. Vurulmuşam bir Allahın bəlasına, bilə-bilə qoyur məni yana-yana. And ola ki ikimizi yaradana, rəhmi gəlmir bir ananın balasına. Vurulmuşam bir Allahın bəlasına, bilə-bilə qoyur məni yana-yana. And ola ki ikimizi yaradana, rəhmi gəlmir bir ananın balasına. Qara gözlü ürəyimi yaraladı, saçlarımı əllərilə daramadı. Sevdim onu milyonların arasında, amma məni yadda salıb aramadı. Qara gözlü ürəyimi yaraladı, saçlarımı əllərilə daramadı. Sevdim onu milyonların arasında, amma məni yadda salıb aramadı. Qara gözlü ürəyimi yaraladı, saçlarımı əllərilə daramadı. Sevdim onu milyonların arasında, amma məni yadda salıb aramadı. Qara gözlü ürəyimi yaraladı, saçlarımı əllərilə daramadı. Sevdim onu milyonların arasında, amma məni yadda salıb aramadı. Ömər Qənizadə. Çox maraqlı, axırda da Michael Jackson kimi belə sənin göstərməyin var. Mənə çox xoşuma gəlir o Ömər. Çox sağ olun. Ömərin nənəsini salamlayıram mən buradan. Ömər, Allah can sağlığı versin. Sən nənəvin qədrini bilsən necə bilməlisən. Bilsən necə bilməlisən. Onun qulluğunda bilirsən necə durmalısan. O səninlə necə maraqlanır, zəng vurur. Səhv demirəm ki. Səhv Bu demirsiniz. dəqiqə efir vasitəsilə bizi izləyir. Mən salamlayıram. Öpürəm əllərindən. Allah sizə can sağlığı versin və Ömərin üzərində əsir. Alqışlayaq bütün nənələri. Bütün nənələri, babaları alqışlayaq. Ömər, ən çox dəstək olan kimdir sənə? Ən çox nənəm, nənələrim, babalarım. Mənim nənəmin bir anası var, Tamilə nənəm. Aha. Hələ bir dənə də bibim var, Rahibə bibim. Allah hamısı. hər birinə can sağlığı versin. Ömər Qənizadənin ekranda SMS kodunu görürsünüz. Təbrik edirəm, növbəti mərhələdəsən. Ayan Bayramzadə dueldədir. Amma hələ bilmək olmaz. Sonda mən stop deyəndən sonra 14 iştirakçıdan 4 nəfər xilas olacaq. Ola bilər həmin iştirakçılardan da biri Ayan Bayramzadə olsun. Ayan necəsən? Yaxşıyam. Yaxşısan. Ayana ən çox dəstək verən kimdir? Bibidir, xaladır, dayıdır, əmidir? Anadır? Bibi. Bibi? Bibi adı nədir? Nazı. Nazı bibisini salamlayırıq ekran vasitəsilə Ayan Bayramzadənin. Ayan da o qədər həyəcanlanır ki, efir gedəndə, duel olanda, valideyni ilə də danışırıq dəfələrlə. Deyirəm, heç
həyəcanlanmasın. Buranı tərk eləsə belə, mən onu qonaq kimi dəvət edərəm yenə. Ayan da bizim çox gözəl istedadlı balamızdır. Model kimi onu hal-hazırda görəcəksiniz. SMS kodunu da ekranda görün. Ayan Bayramzadə. Bayramzadə, baxın, bu gözəl balamız dueldədir. Hal-hazırda sizlərin qarşısında oldu və dueldən bunu xilas eləmək istəyirsinizsə bu gözəl balamızı SMS kodunda görürsünüz, səs verə bilərsiniz. Alqışlayaq, əyləşsin Ayan Bayramzadə. Buyur əyləş və davam edirik. Validə Bəşirova, yeganə iştirakçımız. Uşu üzrə Validə, səni dəvət edəndə özüm də qorxuram. Deyirəm, indi çatan kimi bir dənə validə vuracaq mən ki, mən gecicinə təqdim edirsən, başa düşmədim. Validə bizim uşu ilə məşğul olan yeganə iştirakçımızdır, idmançıdır. Və bugün, tam sakit, hələ sən dueldəsən bu qədər danışırsan, dueldə olmasan nə eləyərsən, ay Məhərrəm. Sən Validə Bəşirova bu günləri çempion olub, onu bir dənə alqışlayaq. Validə Bəşirova bu gün çempion olub. Mən istərdim özü Hilal danışdırın. Bax medallarını da görürsünüz. Yanında da bu gözəl balamızı da təqdim eləyin. Kimdir? Adı nədir? Məryəm. Məryəm. Məryəm balamız neçənci yer tutub? Birinci. Birinci yer. Validə Bəşirova neçənci yer tutub? Birinci. Birinci Azərbaycan üzrə. Azərbaycan üzrə, Azərbaycan çempionatı idi. Bəli. Bəli, Azərbaycan çempionatında uşu üzrə Validə Bəşirova və Məryəm balamız birinci yer tutublar. Alqışlayaq. Xaricdə təmsil edən hər bir kəsə Allah can sağlığı versin. Azərbaycan bayrağını müxtəlif ölkələrdə dalğalandıran hər bir kəsə Allah qorusun və onları ürəkdən alqışlayaq. Və hər zamanda dövlətimiz tərəfindən, dövlət başçımız tərəfindən, cənab prezidentimiz tərəfindən idmana böyük qayğı göstərilir. Hər bir idmançıya böyük qayğı göstərilir. Hə, görək kim, görək. Getdi. 1, 2, 3. Gəlin yanıma. Xanımlar və canablar, hal-hazırda bu döyüşdə Məryəm və Validə Bəşirova döyüşündə. Məryəmi dəstəkləyənlər əl çalsın, Məryəmi. Validə Bəşirovanı dəstəkləyənlər əl çalsın. Mən indi qalibi təyin eləyirəm. Validə yoxsa Məryəm. Məryəm yoxsa Validə. 1, 2. Görürsünüz, bax, mən deyirəm də, deyir, uşaqlar da deyir ev yəsinə oxşur. Mən də eləyəm, heç kimin qəlbinə də. Uşaqlar da deyirlər ki, bəli, ikisi də qalibdirlər.
Çünki hər ikisini alqışlayaq. Azərbaycanın gələcəyidirlər, bax bu uşaqlar. Allah hər ikinizi qorusun. Ürəkdən alqışlayırıq və müəllimlərinə də Ruslan Pirəliyevə dərin minnətdarlığımızı bildiririk. Uşu Federasiyasının nəzdində yerləşən Savalan İdman Klubunun, bəli, Dünya, Avropa, İslam oyunlarının qalibi prezident mükafatçısı Ruslan Pirəliyev. Çox sağ olun Ruslan müəllim, bax belə tələbələr yetişdirirsiniz. Alqışlar ekranda da görürsünüz. Kövsərin gözəl bir çıxışı olmalıdır. Kuklasını gətirin. Dur yanında bir dənə. Dur yanında bir dənə Ayxan. Valla mən sizə bir söz deyim. Kövsər kukladan da gözəldir. Baxın, ürəkdən alqışlayaq Kövsər balamızı. Ürəkdən alqışlayaq və Kövsərin mikrofonu verin. Kövsər, nə çıxış eləyəcəksən? Ay uzun saç qaragöz o var deyə ola. Ay uzun saç, qaragöz, ağıllı kuklam mənim. Gəlsin, ifasını eşidək. Kövsər Şamidzadə. Ay uzun saç qaragöz ağıllı kuklam mənim. Gəlib bax oxuya, sən şagird ol mən müəllim. Bir də görüm ey gözəl kukla. Yoxsa səninlə danışmaram ha. Yoxsa səninlə danışmaram ha. Adam almış mənim üçün rəyli qələm və dəftər. Kitabımda var budur gözəl-gözəl şəkillər. Ağzını aç sən, gözləyirəm mən. Nə tənbəl qızsan, niyə demirsən? Nə tənbəl qızsan, niyə demirsən? Oxumağı, yazmağı öyrətmişəm bacımdan. Dərsə gedəndə mən 5 alacağam hər zaman. Aslan bir hərfi, sən bilmirsən ki, incimə kuklam, alırsan 2. İncimə kuklam, alırsan 2. Bax, kim dərsini bilməsə, alacaq 2. Kövsər ürəkdən alqışlayaq. Kövsər, inanıram ki, sənin bu çıxışın dueldə olmağına baxmayaraq, ekran qarşısında əyləşənlər sənin bu gözəl çıxışından sonra bu gözəl yaraşıqlı bizim balamıza səs göndərəcəklər və sən dueldən xilas olacaqsan. Mən buna inanıram. Sən inanırsan? İnanıram. İnanırsansa deməli olacaq. Alqışlar ürəkdən və yola salaq əyləşsin. Kövsər Şamidzadə. Ver mənə qızım, ver mənə mikrofonu. Davam edirik, davam edirik. Ayxan Babazadə. Ayxan rəqqasdır. Ayxan Babazadə və bacısı birinci qrupdadır. Liliya Babazadə. Dünənləri gözəl bir çıxışı oldu. Nə çıxışı idi? Barbie çıxışı oldu və gözəl rəqs elədi. Ayxan da peşəkar rəqslə məşğuldur. Ən çox da səs göndərən babasıdır. Elxan baba. Salamlayırıq bir daha Elxan babanı. Ayxan, bugün nə rəqs eləyəcəksin? Bugün Ləzginka oynayacaq. Ləzginka, ürəkdən alqışlayaq və Ayxan Babazadəni ekranda SMS kodunu görürsünüz, səs göndərə bilərsiniz. Ayxan da bu kürsüdə əyləşə bilər, niyə də yox. Gəlsin, bəli. Naz səndə, qəmzə səndə, sarışın. Günəşin rəngi var səndə, güllərin ətri var səndə.
Sen de Gamze sen de sarışın. Ayxan, uğurlar arzu edirəm. Sən çox istedadlısan. Hələ ki, yaxşı gəlirsən, çox yaxşı gəlirsən. Səsin də yaxşıdır. Toxunulmazlardasan. Amma az qalmışdır ki, toxunulmazlardan aşağı düşür mübariz aparanlar komandasında olasan. Uğurlar arzu edirəm. Bu əyləş. Davam edirik, davam edirik. İhvalarımız, rəqslərimiz hələ qalıb. Banu və Mirvari. Gəlin yanıma. Banu, Mirvari. Gəlin yanıma. Bu iki gözəl balamız. Mirvari dueldən xilas olundu Süheyl Salmanlı tərəfindən, amma Banu dueldədir. Özdə xalı çox azdır. İndi musiqi sədaları altında mən istərdim ki, hər iki gözəl balanın bir çıxışını görək, sonra onları danışdıracağım. Necə qutaracaqsan? Bir dənə baxaq hələ. SMS göndərməklə. Necə? Yox, mənə maraqlıdır, Sən necə? desələr ki, sən özün duelə düş, bacın qalsın. Bacım qalsın istəyirəm. Can. İnşallah hər ikiniz qalarsınız. Banu da çox istedadlıdır. Hər ikisi gözəldir, şirin şəkəli balamızdır və mən inanıram ki, Mirvari artıq davam edir. Dueldən xilas olundu. Mən inanıram ki, Banu da dueldən sonunda xilas olacaq, növbəti mərhələyi keçəcək. Əyləşək, Banu və Mirvari. Buyurun, əyləşin. Banu dueldədir, Mirvari dueldən xilas olunub. Tam sakit. Səmra, gəl yanıma. Səmra Qənizadə, ürəkdən alqışlayırıq. Səmra Qənizadə, günün lideri birinci, ikinci, üçüncü yerdən sonra toxunulmazlar arasında xal fərqinə görə ən üstü olan iştirakçı idi. Səmra çox istedadlıdır. Mən ekran vasitəsilə valideynini də salamlayıram. Eyni kollegayıq biz. Səmra. Çox gözəl geyimi var. Səmra ürəkdir də. Səmra Qənizadə keçən dəfə bizim üçün rəqs eləmişdi. Model kimi bu yarışmaya qatılıb, şeir də deyə bilir. Aktrisalıq qabiliyyəti də var. Bir sözlə incəsənət üçün doğulub Səmra Qənizadə. Bugün gözəl bir şeir deyəcək. Cavidlərin gülüşündə, elvinlərin baxışında yatan vətən. Gətirə-gətirə torpağına, damla-damla şəhid qanı hopan vətən. Qəlpə-qəlpə yarlanan, hissə-hissə sarğılanan, zərrə-zərrə bütövlənən, kafirlərin caynağından sıyrıq-sıyrıq qopan vətən. Xudayarlar avazında dastanlara dönən vətən, elçinlərin nəfəsində kəsik-kəsik gülən vətən, əhvalına yar sevinç, yar kədər qatan vətən, dəli-dəli ürəyində 30 illik arzusuna çatan vətən. Bravo! Səmra! Səmra Qənizadə. Baxın, bu gözəl balamız hər həftə öz çıxışı ilə fərqlənir. Mənə bu iştirakçılar çox xoş olur. Alqışlayıram səni Səmra. Səmra Qənizadə toxunulmazlarda ilk yerdədir. 722 səslə toxunulmazlarda ilk yerdə idi və Səmra inşallah yəqin bu kürsüdə də əyləşəcək.
Qarşı həftələrdə biz onu görə bilərik, davam edirik. Heç nə, Allah nə verirsə yiyirəm, dolanıram, ona görə də günü-gündən belə oluram. Gəl yanıma, gəl, dueldəsən, nəsən? Alqışlayaq Fərid Babayevi. Gəl bura. Fərid Babayev. Yəni, bir dənə çəkin yaxından, görün belə necə yaraşır. Bəs belə? Belə? Bu mənim başıma oynatsır, amma bunu çox istəyirəm. Bilmirəm niyə, səndə nə var ki, mənim başıma oynatsırsan. Bir dənə o şeiri dinə, nənə, nənə. Nənə, nənə. Can nənə. Can sənə, qurban nənə. Ay pipi, bibi xoruz. Ay pipi, bibi xoruz. Ay pipi, bibi xoruz. Bunun yeni şeiridir. Fərid Babayevdən yeni bir şeir gəlir. Ay pipi, bibi xoruz. Ya birdən. Happy birthday to you deyir. Fərid. Sən mənim ürəyimsən, nə bilirsən? Hə? Dueldəsən, amma neyniyim? Duletdə səndə. Ha, uşaqlar, keçər eləyək Fəridin səsini. Ha? Alqışlar ürəkdən Leyla Nərmanlı. Baxın, artıq 3-cü həftədəki verilişimiz yayımdadır və mənə incəsənət nümayəndələrindən bir-iki xalq artisti, əməkdar artistlərdən zəng vuran oldu Leylanın çıxışından sonra. Bakı mahnısının ifasından sonra Leylanın mən çıxışını paylaşdım, mənə zənglər gəldi. Leyla, sən Azərbaycanı təmsil edəcək, gələcəkdə bir müğənni ola bilərsən. Sənin səsin çox gözəldir. Sənin 2 çıxışın olub burada, mahnı oxumusan. Mənim çox xoşuma gəlib sözün əsl mənasında və anonsda da onu biz qeyd eləmişdik. Çox adam qıraqdandır ki, Leyla dəş. Valideynlərin özü şəxsən deyirlər ki, Leyla Nərmanlının çox fitri istedaddır bu insan. Leyla, amma səs faizlərinə görə aşağıda olursan, babayaq da həyəcanlandın. İnanıram ki, gələn üzümüzə gələn həftələrdə yaxşı olar, səsin artar. Bugün nə çıxış eləyəcəksən? Bugün Aləm Oyansın, Xuraman Qasımov, Fidan Qasımovun oxuduğu mahnını oxuyacaq. Aha! Respublikanın xalq artistləri Fidan və Xuraman Qasımovalar gəlsin və Leylanın SMS kodunu ekranda görürsünüz. Çox xahiş edərdim ki, ifasına görə, istedadına görə bu xanıma səs verin, səsi yüksəlsin. Bəli. Min arzu ilə ürək dolu, qədri
Nərmanlı. Leyla Nərmanlı. Leyla, möhtəşəmsən. Çox sağ olun. Bax, bu ifanın qarşısında, bu çıxışının qarşısında mən nə karəyəm ki, nəsə deyim. Sən bu yaşında, bu səs imkanlarına sahibsənsə, bu istedada sahibsənsə, vallahi mən çox istəyərdim ki, sənin səsin öndə olsun. Mən bir söz daha demək istəyirəm. Mən bütün Azərbaycandan səs istəyirəm və mən bura gəlməyimin mənası o deyil ki, mən burada birinci yerə çıxım, ikinci yerə çıxım. Mən sadəcə öz istedadımı göstərməyə gəlmişəm buraya. Yəni. Bəli, eşitdiniz də? Alqışlayaq. Alqışlayaq. Doğrudan da Leyla Nərmanlı. Bax, elə bu çıxışından, bu ifadəndən sonra mən inanıram ki, sənə dəstək olacaqlar, inşallah dəstək olacaqlar və sən qarşı həftələrdə öndə olacaqsan. Alqışlayaq, Leyla Nərmanlını alqışlayaq. Davam edirik. Nicar, Camal və Məsətini dəvət eləyək. Nicarın səsi az olduğuna görə keçən həftə bu layihəni dueldən tərk elədi. Gəl bura. Fərid, tam sakit. Mikrofonu verin, birinci Nicar istəyərdim danışsın. Nicar, nə tərsən? Yaxşı. Nicar, niyə görə sənə belə səs vermədilər, dueldən xilas ola bilmədin, tərk elədin? Bilmirəm. İndi istəyərdim ki, bax bu bir ailədən olan 3 gözəl balanın, indi Nicar çox təəssüf ki, tərk edib bizi, Məsəti və Camal bizimlə bərabərdir. Hər üçünün musiqi sədaları altında SMS kodlarını ekranda verin. Yaxşı. Sən niyə elə tərs səs baxdın? Yorur hə, evdə dəcəllik edir, hə? Dəcəlliysən, düz eləyirsən, oğlan uşaqsan, dəcəllik eləməlisən. Necə olmalıdır? Alqışlayaq Məsəti, Nicar və Camal Əlmusayevi alqışlayaq, əyləşsinlər. Heç biri dueldə deyil, yəni heç biri deyəndə 2 nəfər dueldə deyil. Davam edirik. Hüseyn Ramazanlı, mənim dostum, gəl yanıma. Hüseyn Ramazanlı, Hüseyn ağır kişidir. Ağır o vaxtın bax olub da, özünüz bildiniz nə deyirəm. Ağır təbiətdir. 2-ci sinifdə oxuyur. Azərbaycan İstedad Festivalının iştirakçısıdır. Rəqqas, model və aktyor kimi qoşulub bizim yarışmaya bugün rəqs edəcək. Hüseyn Ramazanlını ekranda kodunu görürsünüz, dəstək ola bilərsiniz. Hüseyn, təbrik edirəm. Növbəti mərhələyə keçən iştirakçılardan biri də sənsən. Allah səni qorusun. İstedadlısan. İnşallah inanıram ki, finala qədər gedən iştirakçılardan biri sən olacaqsan. Uğurlar arzu edirəm. Eme Parfüm. Hacı Murad qardaşımıza dərin minnətdarlığımı bildirirəm. Ekranda nömrəsini görürsünüz. Bütün layihələrimdə hər zaman mənimlə bərabər olan Eme Parfüm şirkəti doğrudan da artıq brendə çevrilən Eme Parfümdən istənilən qadın və kişi ətirlərini əldə edə bilərsiniz. Ekrandakı nömrəyə zəng vurmaqla
İstənilən növ ətri sifariş verə bilərsiniz. Qalıcılığı da superdir. Hər həftə bizim iştirakçılara təbii ki, gözəl ətirlər göndərir. Söylə bir ətir ver. Alisa gözəllər gözəli bir ətir ver. Amaliyə bir ətir ver və bir ətrimiz də qaldı, qulaq as. Onu da gətir zəhmət olmasa. Onu da gətir. Lalə xanımdan onu götür. Lalə xanımı alqışlayaq ürəkdən. Olmadı da sənki. Design by Mary şirkəti tərəfindən Design by Mary şirkət tərəfindən ekrandan Instagram səhifəsində görürsünüz, zəng vura bilərsiniz. Toylarınızda, xınayaqlarda, bax belə gözəl dizaynlarına, şirniyyatları hazırlamaq istəyirsinizsə, səhifəni götürüb zəng vura bilərsiniz. Suel Salmanlının da birinci yerin sahibidir, birinci yerə göndərib. Ver Suel Salmanlıya. Və əlimdə gördüyünüz bu ətir hələ qalıb. Onu da zəhmət olmasa Lalə xanım gətirin, Design by Mary'nin ikinci hədiyyəsini. Bugün bizim tərk eləyən iki iştirakçımız buradadır. Nigar, gəl yanıma. Rəsul, sən də gəl yanıma. Design by Mary'dən şirniyyatdır, biri də ətirdir. Nigar hansını istəyir, Rəsul hansını istəyir? Hansını istəyir? Bunu? Hə, bunu verir sənə. Bu ətir də Emə parfümdən Nigar sənə verir. Alqışlayaq, bizim layihəni tərk etdiklərinə görə hər zaman bizim qayğımız olan üzərindədir. Hər zaman qonaq kimi də gəlib əyləşə bilərlər. Rəsul da, Nigar da layihəni tərk edən iştirakçılar idi. Amma bugün qonağımızdılar. Gəlib, ümumiyyətcə bu layihəni tərk edən iştirakçılar qonaq qismində gəlib əyləşə bilərlər. Buyurun, əyləşin. Davam eləyirik, davam eləyirik. Kim qaldı? Tunar Yusifov, gəl yanıma. Dueldəsən, Tunar Yusifov dueldədir. Tunar Yusifov o cür xalla duelə düşdü. Təbii ki, mən işlərinə qarışa bilmərəm. Alisa, Amalia və Suel Salmanlı seçim onlarındır. Sən də duelə saldılar. Bilən ya, qəşəng. Mən inanıram ki, dueldən çıxacaqsan. Bugün rəqs eləyəcək Tunar Yusifov. Hə, Tunar? Bəli. Na festa do fim de semana, só rolê bom. Ela chega e desencana com passo bem solto, passo bem solto, passo bem solto. Na festa do fim de semana. Tunar Yusifov. Tunar, çox qəşəng saçım var ha. Təngi nəfəs oldum. Baxım, gözlə. Ay, yox, belə ölçmürlər, o aparat. Səhv saldım. Tunar Yusifovun ekranda SMS kodunu görürsünüz. Dəstək ola bilərsiniz. Baxın, diqqətlə baxır Tunar Yusifov sizə. Dueldən azad olub növbəti mərhələyə keçib mübarizəni davam etdirmək istəyir. Tunar Yusifov, buyur əyləş Tunar, əyləş. Gəl, Rəsul, Raul. Raul, gəl yanıma. Raul Yolçiyev. Raul, necədir vəziyyət? Yaxşı. Neçə yaşın var? Mənim 5. 5 yaşı var Raul Yolçiyevin və bu yarışmada yaraşır da, niyə də yaraşmazsın? Bir də alqışlayan model kimi bu yarışmaya qatılıb Raul Yolçiyev və musiqi sədaları altında Raul'u izləyirik. Kodunu ekranda görürsünüz dostlar. Raul özü də bu kürsüdə əyləşən iştirakçılardan biri olmaq istəyir. Qaqaş amma layihəni tərk elədi keçən həftə Raul. Heyfslənmirsən? Ya. Sənə desəm ki, sabahdan, gələn həftədən
Yervə, Rəsul gəlsin. İcazə verərsən? Hə? Nigar Manafova, ürəkdən alqışlayaq. Nigar Manafova da yuxarı pillədə olan iştirakçılardandır. Gözəl xanımdır. Nigar, ən çox səs göndərən kimdir sənə? Mama, Mama, aha sonra? atam, Ata, sonra? Əmi, yox. Dayı, yox. Qonşudan, yox. Uzaq bir rayondan kimsə, yox. Moskvadan, yox. Ana, ata. O mikrofona. Moskvadan nənə. Kimdə adı nədir? yadımdan çıxıb. Nənənin adı Nigar Manafovanın yadından çıxıb. Hanım. Xanım nənəni alqışlayırıq. Nigar Manafova musiqi sədaları altında sizlərin qarşısında SMS kodunu da ekranda. Gəl yanıma alqışlayaq. İbadət Şirinli. Bizim gözəl balamız. İbadət Şirinli. İbadət Şirinli. Özünü təqdim eləsin. Neçə yaşı var? 8, 8 yaşı var. Neçənci sinifdə oxuyur? 4, 4-cü sinifdə. Hansı məktəb? 19 nömrəli. 19. Hə? 19 nömrəli tam orta məktəbin şagirdi İbadət Şirinliyə bütün məktəbdən, müəllimələrdən, şagirdlərdən, valideynlərdən, hər birindən səs gözləyir. Çünki sizin məktəbi, sizin adınızı təmsil edir Azərbaycan İstedad Festivalı layihəsində. Bravo! İbadət Şirinli. Xudayar Təsnifin sizin qarşısındaydı. Sizlərin qarşısında Xudayar Təsnifi ilə çıxış elədi. İbadət Şirinlini biraz da yuxarı pillələrə qaldırmaq istəyirsinizsə, SMS kodunu ekranda görürsünüz. Səs verməklə İbadətə hələ toxunulmaz yox. Bu kürsüdə də əyləşdirə bilərlər, hə İbadət? Hə, Ayan Məmmədli. Ayan Məmmədli bir göz qırpımında bugün şənbə günü səs vermə nəticəsində gördünüz də artıq irəlilədi. Ayan çox istedadlıdır. Mən Ayan haqqında məlumat vermək istəyərdim. Ayan həm skripka ifaçısıdır, həm rəqqasədir, həm aktrisadır, həm də modeldir. Baxın, indi fikirləşin ki, nə deməkdir? Bu 4 şey bir arada və Rəsul Yolçiyev orada şkala deyir əli ilə. Fərqi gördünüz də, böyük fərqi var. Həm də piyanist. Həm də piyanist.
rəqs eləyəcəm. Rəqs eləyəcək. Ayhan Məmmədli ekranda SMS kodunu görürsünüz. Dəstəkləyin, çox istedadlıdır. Dueldə deyil. Dueldə də heç kim dəvət eləyə bilməz, eləmədi də. Ayhan Məmmədliyə dəstək olun, rəqsini izləyək. Alqışlayaq. देखी है सारी दुनिया जापान से लेके रशिया ऑस्ट्रेलिया से लेके अमेरिका देखा है प्यार का सपना दिल चाहे कोई अपना मिल जाएगा एक साथिया एक देसिया मेरे इंडिया एक दिल चाहिए रच मेरे इंडिया ओ हो मेरे इंडिया एक प्यारा सोनिया एक दिल चाहिए रच मेरे इंडिया तन गोरा हो या काला पर हो सच्चा दिल वाला चांदी नहीं सोना नहीं कोई हीरा Ayhan süper. Ayhan ürəkdən alqışlayaq. Ayhan Məmmədli. Gözəl rəqsi ilə sizlərin qarşısında Nigar Manafovanın ən yaxın rəfiqəsi Ayhan Məmmədli ön cərgələrdə ola-ola. Gələn həftədə bizimlə bərabər olacaq. Ayhan, səni təbrik edirəm. Daima belə saxla. Yusif İbrahimli, gəl yanıma. Məhrəm Əzizli, gəl bura. Gəl bura. Dilbər Abdinova, gəl bura. Ataş Hüseyin Əliyev, gəl bura. Ay maşallah, Yusifdən başqa hər biri dueldədir. Məhrəm də dueldədir, Ataş da dueldədir. Hə, salam əleykum. Dilbər də dueldə idi, amma xilas elədilər, hə? Xilas elədilər. Yusif, nətərsən? Hilal, soruş gör nətərdir? Ola bilməz yaxşısan. Əliyə bax. Yaxşıdır, Yusuf İbrahimli, yaxşıdır. Yusuf, kimlərdən səs gözləyirsən? Kənd, Əmircan kəndində Göyçay bu qədər. Əmircan kəndindən və Göyçaylılardan salamlayırıq bütün Azərbaycanın regionlarında yaşayanları, Bakı kəndlərini, hər birini salamlayırıq, bizə baxanları. Yusif İbrahimlini bir də musiqi Allah səni güldürsün, sən mən öldürmüsən bu veriliş. Məhrəm, uğurlar, birazdan stop deyəcəm. 14 iştirakçıdan 4 iştirakçı qalacaq, 10 iştirakçı tərk edəcək layihəni. Dilbər Abdinova, xoş gəlmişsən qızım. Dilbər, bu dəfə səni xilas elədilər. Xilas elədilər, sən dueldə deyilsən. Kim xilas elədi? Kim xilas elədi? Alisa kimi xanım, baba görmürsən burada. Balaca toppuş səni xilas elədi. Yerivə də Tunalı dəvət elədi. Dilbər Abdinovanı da alqışlayaq. Zəhmət olmasa musiqi sədaları altında. Dilbər də Əliyev. Ataş Hüseyin Əliyev. Necəsən Ataş? Yaxşıyam. Ataş.
Çox maraqlı iştirakçısan sən. Sən də rəqs edirsən, oynayırsan, oxuyursan. Ya Allah, qaçmaq sonra da səhər idmanı edərik sonra. Ataş, keçən həftə rəqs eləmişdin. Bu həftə dueldəsən, bu gün daha doğrusu dueldəsən, sonda bilinəcək qalırsan, yoxsa gedirsən. Bir dənə musiqi sədaları altında Çox sağ ol. əvvəlcə Amaliya minnətdarlığı bildir, səni xilas elədi. Təşəkkür eləyirəm, çox sağ ol. Amaliya deyir, təşəkkür edirəm, çox sağ ol. Nə deyə bilərsiniz bu haqda? Heç sən deyə bilməzsiniz, çox sağ olun, minnətdarıq. Əkbər, özüm baxım sonra. 54 dənə rəsm əsəri gətir be. Aha, həmişə şəkidə piti yeyirik, saxsı qablar. Piti qabıdır da, piti qabıdır. Aha, piti qabı. Piti qadın yox, piti qabı. Piti qadın nədir? Oo, görüm tapacaqsınız bu kimdir? Eşitməmi. Deyir Elşad əmi, belə Elşad əmi olar. Dünya şöhrətli aktyor Morgan Freeman, ha? Morgan Freeman. Çox qəşəng çəkmisən Fərid. Əkbər, ürəkdən sənə alqışlayıram. Və Alisa'nın şəklini çəkib. Mən Alisa'nın şəklini göstərib. Keç bir dənə, xahiş edirəm. Alisa sənin şəklini çəkib, bax. Gör nə qəşəng çəkib. Baxın, Alisa'nın şəklini çəkib. Alisa'ya hədiyyə verir Əkbər əmisi. Bax bu şəkili. Alisa'nın şəklini çəkib. Bax, gözəl. Baxın, bir də yaxından çəkin. Baxın, necə oxşadır. Alisa! Əkbər, səsin çox aşağı idi. Bir söz deyim sənə. İndi Amaliya səni xilas eləməsəydi, dueldeydin. Mən stop deyəndən sonra gedə də bilərdin. Gələn həftəyə sənin rəsm əsərlərinə söz ola bilməz. Amma səsə də diqqət yetir. Kimlərdən səs gözləyirsən? Xalqımla. Aha, xalqından. Səni tanıyan hər kəsdən, bizi izləyən hər kəsdən. Əkbər Mütəllibov səs gözləyir. Alqışlayaq, yola salırıq Əkbər Mütəllibovu. Sonda bizə dəstək olan Emək Parfüm Mədəli minnətdarlığımı bildirəm Hacı Murad qardaşıma və Edel Mebel mərkəzində yerləşən Okumuş, Türkiyə brendi olan Okumuş mobilyaya özləri minnətdarlığımı bildirirəm. Şəxsən Heydər müəllimə ekranda nömrəni görürsünüz. Hər cür mebelləri, Türkiyə modellərini, yataq, qonaq, fərqi yoxdur, əldə eləyə bilərsiniz. Bax, bizim bu möhtəşəm birinci yerin kürsüsünü də Okumuş mobilyadan, Türkiyənin brendidir, oradan göndəriblər. İkinci yer, üçüncü yer çox gözəldir. Adam valla oturdu durmaq istəmir. Süheyl başa düşürəm, gedmək istəmirsən. Bura elə rahatdır ki, bax, çox qəşəngdir dizaynı. Orada bundan da möhtəşəm divan kreslo, yataq dəstləri var. Edel Mebel mərkəzinin 4-cü, səhv eləmirəmsə 5-ci mərtəbəsində yerləşən Okumuş mobilyaya. Ekranda nömrə görürsünüz, zəng vurmaqla istənilən mebel dəstlərini əldə edə bilərsiniz. Dueldə olan iştirakçılar 14 iştirakçıdan 4 nəfəri qalacaq, 10 nəfəri tərk eləyəcək. 10 nəfəri tərk eləyəcək. Həmin o 4 iştirakçı kimdirsə, mən hal-hazırda stop deyirəm. Xallar hesablanır. 14 iştirakçıdan 4'ü layihədə növbəti həftədə mübarizəni davam etdirəcək. 10 iştirakçı layihəni tərk eləyəcək. Gələn həftə birinci qrupda da, ikinci qrupda da 30 iştirakçı ilə layihəni davam etdirəcək. Hal-hazırda həmin o 4 iştirakçı, dueldən qalib kimi çıxan 4 iştirakçı kimdir? Mən bilmirəm, ona görə. Diqqət. Bəli, diqqət. Ekrana. Ekrana.